Nəsə də sual olsa, həmişə yəni yaza bilərsiniz, verə bilərsiniz. Kursumuz bitsə də yaza bilərsiniz, heç bir problem yoxdur. Mən indi ekranımı bölüşüm. Deməli, e, bu hissə əslində bu indi bizim 15-ci dərs çox qısadır. Yəni adi mən burada bunu belə eləsəm, görəcəksiniz ki, yəni çox qısadır. Bu xüsusi olaraq bir əlavə effort sərf eləmir də bizə bunları daha yaxşı bilməyimiz üçün. Çünki bir çoxunu artıq öyrənmişik. Sadəcə bu şəkli yadınızda saxlayın. Bu çox qəşəng bir əslində bir müsahibə sualıdır ki, biz hər hansısa bir datanı analiz eləmək üçün hansı mərhələlərdən keçirdirik? Burada görsəz, ortada datadır və bu bilirsiniz də sxemanın, databazanın ikonu deməkdir. Ə, Bəzən şəkillərin çoxunda, məsələn, sxemalarda, databazalarda həmişə bunu istifadə edirlər. Ə, və burada bu data hər hansı bir data ola bilər, bir baza ola bilər, hər hansı bir cədvəl ola bilər. Bu şəkil sadəcə ümumi olaraq izah edir ki, yəni sənin əlində burada bir data var. Sən o datanı istifadə edib nə etməlisən? Biz həmişə datanı nə edirik? Birinci gedirik, biznes məntiqini başa düşürük. Həmişə. Ondan sonra datamızı başa düşməliyik. Yadınızdadır, keçən dəfə Azərsən açdın ekranı, orada dataseti oxumaq üçün biz info elədik, describe elədik ki, başa düşək ki, bizim əlimizdə olan cədvəlin datanın içində hansı məlumatlar var. Ondan sonra data hazırlıq mərhələsidir. Bu mərhələdə nədir? Biz hər hansısa bir datanı anlayandan sonra datamızda müəyyən bir cleaninqlər eləməliyik ki, o cleaninqlər nəticəsində biz belə deyim, datamızı daha cleaning vəziyyətə gətirən, orada yadınızdadır, missing value-lar var idi. Null value-ları samına baxırdıq, sonra lazımdırsa onları remove eləyirdik. Duplicate-lər var idisə onları çıxardırdıq. Ondan sonra bu hissədə bizdə bir dənə modeling hissəsi var. Bu nədir? Modeling AI ilə bağlı olan bir şeydir. Python özündə müəyyən qədər bir modelinqlə bağlı kitabxanalar var. Biz onları import eləyirik və orada müəyyən bir analizlər aparırıq. Və ondan da sonra biz həmin apardığımızı başlayırıq işlətməyə və hər şey okey olandan sonra artıq biz ən sonuncuda nə edirik? Gedirik, tətbiq edirik. Deployment hissəsi ümumiyyətlə hər hansısa bir proqram yazılanda falan fikir versəz, orada nə edirlər? Həmişə məsələn bir sən app qurmaq istəyirsənsə, onun arxa tərəfində bir kod yazacaqsansa, nə edirsən? Sənin biznesini anlayırsan ki, sənin üçün bu app niyə lazımdır. Sonra əlində olan məlumatları, datalarını toplayırsan, nə edəcəksənsə onları qruplaşdırırsan, sonra müəyyən bir testinqlərdən keçirdirsən. Birinci test bazada yoxlayırlar, sonra hətta pre-prod bazası olur, orada da yoxlayırlar. Ən sonda gəlirlər, tətbiq eləyirlər. Və istənilən sahədə əslində bu sirkul eyni işləyir. Nəinki datada, data analitikləri üçün bu belədir. Bütün, yəni nəsə qurursansa, istənilən halda sənin əlində bir datan varsa, hər hansısa bir X nəyinsə varsa, mütləq şəkildə sən bu sirkul ardıcıllığını başa düşməlisən və bunu mütləq şəkildə, yəni yadımızda saxlamalıyıq. Bu indi dediklərimizi bir dataset üzərində baxacaq ki, biz əslində bu mərhələlərdə nə edirik ümumiyyətlə? Ən birincidə biz datamızı başa düşmək üçün birinci kitabxanalarımızı yükləyirik. Ondan sonra mənim burada bir bank sample deyə bir datasetim var. O datasetimi çağırıram və burada görürəm ki, müəyyən bir kolumlar var və o kolumların içində datalar var. Datasetin adında bank sample olduğu üçün çox güman ki, datalarda elə əslində bank məlumatları ilə bağlı datasetlərdir. Biz bu mərhələdə datamızı başa düşməyimiz üçün onu bir describe eləyirik. Describe eləyəndə include all yazanda burada göstərir ki, bizə nə qədər hər kolumun countu var, nə qədər uniquedir, ümumiyyətlə orada kimin nədir, STD nədir, bunların hesablanmasına yadınızdadır. Biz baxmışdıq statistikadakı bir riyazi düsturlardır. Sadəcə Python bunu avtomatik olaraq bizim üçün hesablayır.
və orada minimum dəyər nədir, maksimum nədir, 25, 50, 70% ortalama hansı dəyərlər var. Ondan sonra biz artıq nə edirdik? Gedirdik nal dəyərlərimizin sayına baxırdıq, müəyyən qədər. Ondan sonra datamızın kolumlarına baxırıq. Ayrıca bu datamızın kolumlarına baxa bilərik və yaxud da orada bizdə Y deyə bir kolum var. O kolumun içində value count yazaraq nə qədər içində onda 0,1-dir, nə qədər 0-dır, nə qədəri 1-dir ona baxa bilərik müəyyən qədər. Ondan sonra yalnız rəqəm olan sütunları hesablaya bilərik. Statistikada korrelyasiya deyə bir şey var. Korrelyasiya özü ümumiyyətlə, yəni hər hansısa bir belə deyək, sütun olan rəqəmləri hesablamaq üçün istifadə olunur Pythonda. Və burada prosta kolumlar çoxdur deyə, burada fikir versəz bu kolumun məlumatları budur, burada siləşlərdir. Əslində bu yerləşmir deyə Python burada belə göstərir. Burada elə bir müəyyən belə deyək, məlumatları əldə edə bilirik. Bizdə ə, əlimizdə müəyyən bir kolumlar var idi da. Biz sadəcə bəzi kolumları x və y dəyərinə variable-na tanıdacağıq. Çünki sonra modelingdə bunu necə istifadə etdiyimizə baxacağıq. Burada x-a həmin datasetin içindəki bu kolumları götürürük. Y-dəki dataya da sadəcə Y-dəki datamızı götürürük. Bizim bu burada olan biraz AI tərəfindən olan hissədə Python özündə belə bir kitabxana var, modelinqi test eləmək üçün. Burada fikir versəz, burada train test yazılıb. Bu sırf model hissəsini dəki bir funksiyalardan istifadə eləmək üçün istifadə etdiyimiz bir kitabxanadır ki, biz onu import edirik. Burada həmin kitabxanada biz orada görürsüz train test split yazılıb. Bu özü adından da göründüyü kimi hər hansısa bir train eləməkdir, test eləməkdir. Bu ingilis dilindəki bəzi sözlərin mənasını bilmək əslində Python-dakı və bir çox proqramminqdəki kodları bizə izah edir. Train bizdə bildiyimiz kimi, yəni bu bir öyrətməkdir. Test, adi test də yəni nəyisə bir test eləməkdir də. Bizdə burada müəyyən qədər, yəni biz burada hər hansısa bir maşın öyrənmək üçün machine learning-in özündə müəyyən bir modelinqlər, testləri olur və biz burada müəyyən bir modeli test data verməliyik ki, həmin model onu train edə bilsin, öyrədə bilsin. Ona görə də bu kitabxanadan istifadə edirik və bizdə ümumiyyətlə bu modelinqdə ə, X train var, X test var, Y train var, Y test var. Bunların müəyyən bir izahı var. Bu nədir? Biz hər hansısa bir belə deyim funksiyada bir 4 dənə biz obyekt qaytarır. X train nədir? Məsələn, modeldə biz nəyisə ona öyrətmək istəyiriksə, ondan istifadə edəcəyimiz xüsusiyyətlər sayılır. Y-trendə model öyrənərkən əvvəlcədən baxacağımız cavablar var. Məsələn, sonundakı düzgün cavablar bunlardır. X test və Y test olur. X testdə də model heç vaxt görmədiyi yeni xüsusiyyətlər olur. Məsələn, bu suallar ola bilər. Y testdə də məsələn, imtahan suallarının cavabları əsl cavabları ola bilər. Və müəyyən qədər də biz modeldə tapdığımız cavabları müqayisə eləyirik ki, nə dərəcədə bu doğrudur. Və biz bu parametrlərə baxmaq üçün bu datalarımızı bura əlavə elədik axı. Ondan sonra bu kitabxanamızı import eləyirik və orada biz Xtrain bu dediklərimizi run eləyirik. Bircə saniyə mən ola bilər nə isə run eləməmişəm. Okay. Mən bunu deyəsən bayaq ran eləməmişdim. Buradakıların hissəsin, amma bura qədər olan hissə odur ki, biz hər hansısa bir modelə nəyisə öyrətmək üçün ona bir dataları veririk və dataları verəndən sonra da burada görürsünüz x, y var. X, y-lərdə biz burada təyin eləmişik ki, variable olaraq onlar hansı kolumlardır və burada görürsüz test size var 0.3, random state var 42.
Bu nə deməkdir? Test sayıcı 0,3. Fikir versə 0,3 nə ola bilər? Faiz nisbəti ola bilər də ki, bu nəyinsə bir 30% deməkdir. Yəni mənim əlimdəki bütün 30%-imi ayırıram və bunu test üçün saxlayıram. Yerdə qalan 70%-ni isə modelin öyrənmək üçün istifadə edəcəm. Random 42 da nədir? Bu ümumiyyətlə hər hansısa bir təsadüfi seçimi sabitləmək üçündür. Məsələn, biz normalda bu funksiya sətirlərini bu təsadüfi seçəcəkdə biz məsələn əgər bu rəqəmi 42 yazmasaydıq, kod hər dəfə işləyəndə fərqli sətirləri seçəcək və nəticələri müəyyən qədər dəyişəcəkdi. Biz bu rəqəmi sadəcə ona görə yazırıq ki, biz bu kodu işlədəndə eyni sətirləri testə və treynə düşsün. Yəni fərqli sətirləri testə və treynə aparmasın. Müəyyən qədər də arada bu təkrarlamaların qarşısını ala bilərik. Və bu hissədə bunları artıq biz müəyyən qədər anlayandan sonra bu hissədə gəlir artıq modeling və modelingdə də bizim Liner Modeling deyə bir kitabxanamız var. Biz onu import edirik. Ali riyaziyyatda reqressiya deyilə bir şey var. Yadınızdadır, mən bir dəfə də demişdim. Məsələn, reqressiya əsasən iqtisadiyyat keçən fənlərdə də keçirilir ki, müəyyən bir tendensiyanı izləmək üçün istifadə olunur. Burada Proqnozu tapmaq üçün istifadə edirlər. hə, daha çox məsəl üçün də nəyinsə bir-birinə nisbəti artıb azalması, bu kimi şeylər ali riyaziyyatda keçirmişəm. Bizdə magistrda bir müəllim keçirdi. Düzdür, çox da şey eləmirdi ki, uşaqlar düzdür, onun fənni başqa idi. Prosta o müəllim sırf statistika müəllimi olduğu üçün bizə belə linklər falan açırdı da, arada baxırdıq. O müəllim üçün imtahan suallarını hazırlayırdım deyə həmin vaxtı mən biraz yəni baxmışdım o hissəyə və daha çox gördüyüm o idi ki, reqressiyada bir növ daha çox şeydir. Yəni hər hansı bir iqtisadi artıb azalmanın nədənsə 0,1 üzrə aralıqda, yəni qiymət almanın necə yenə tendensiya gəlib çıxırdı ki, onu vizual olaraq göstərmək üçün hətta qrafikləri falan var idi. Biz bu kitabxananı import eləyəndən sonra biz bir burada da digərində necə ki X-Train, Y-Train var idi. Bizdə də burada log-reg var və bunu biz variable olaraq reqressiyaya tanıdırıq. Bu yəni hazır bir funksiyadır və eyni yəni biz görürsüz bunu buradan import eləyirik də və burada da fikir versiniz X-Train-in Y-Train-i biz ona müəyyən qədər belə deyək, tanıdırıq və biz müəyyən qədər burada Python-a deməyə çalışırıq ki, mən bu modeldəki bu reqressiya alqoritmindən istifadə etmək istəyirəm və burada ki bütün funksiyaları deyirəm ki, log reg adlı bir obyektin içinə yığ. Ona görə də burada biz bunu ona variable olaraq tanıdırıq. Bunu yazmağımızdakı, yəni məqsəd nədir? Biz bu addımda modelin treyninq mərhələsini eləməliyik də. Biz burada fit uyğunlaşdırmaq deməkdir. E, belə deyək, ingiliscə izah olaraq, bir hərfi izah olaraq. Yəni biz də riyazi dildə deyirik ki, bu modelin əlindəki məlumatlara, yəni ən yaxın olanını, ən doğru olan düsturu tapması, yəni tapsın deyə deyirik və müəyyən qədər bu artıq proses başlayır işləməyə. X-Train daxilindəki məsələn müştəri məlumatlarına baxır. Çünki bizdə X-Train-də yadınızdasa burada datadan bunlara həmin bu kolumlara daxil eləmişdi. Y-də də sadəcə orada Y-də 0,1 dəyərləri idi. Eyni zamanda da məsələn biz həmin müştərilərin orada kredit ödəyib ödəmədiyi cavablarına baxırıq. Çünki orada Y 0,1, yəni adam ödəyib ödəməyib. Onları təyin eləyir deyə biz Y-trendə həmin kolumu seçmişdik. Model bu iki arasında müəyyən qədər bir uyğunluğu tapır və sonra bizə nəticə çıxartmalıdır ki, də məsələn mənim əgər bu indi bank datasetidir də borcum gəlirə görə nisbəti böyükdürsə, bir həddən məsələn yuxarı olursa, bu müştərinin krediti qaytarmama ehtimalı daha yüksəkdir. Bir növ əslində məsələn biz normalda əlimizdə olan bir dataset olanda bu kimi insightları necə çıxardırdıq? Datalarımızı analiz edirdik, vizuallaşdırırdıq. Orada olan bir belə deyək,
vizuala görə o -1 ilə 1-in arasında olan heatmaplər var idi. Orada görərək biz artıq qərar verirdik ki, vizual olaraq görürdük və belə bir şeyləri toparlaya bilirdik. Machine learning, Pythonın bu hissəsi machine learningdə niyə, yəni analitikada göstərilir? Siz yəni bu train-dən istifadə edib müəyyən qədərdə, yəni dataseti öyrədə bilərsiniz bu kitabxanaya. Və o sizin üçün müəyyən qədər belə deyək, bu fikirləri verməkdə bizə dəstək olur. Ondan sonra biz burada Y pred hissəsi var və bunu da biz burada görürsüz predict var. Predict özü nə deməkdir? Məsələn biz e, nəsə olanda fikir vermisiniz, bəzən deyirlər, bu nəticəyə niyə gəlmisiniz? Deyirlər ki, analitiklər predict eləyiblər. Biz normalda nəyisə predikt eləmək üçün nə edirik? Oturuq nələrsə müzakirə yox, nələrsə Proqnoz müşahidə edin. edirik. Hə, yes, müşahidə edirik və müşahidələrimiz nəticəsində bir dənə proqnoz eləyirik ki, məsələn, mən görürəm ki, 6-cı günlər deyəlim ki, mən deyəlim ki, çörək çox satıram. Burdan nəsə bir predikt eləyirəm özümdə ki, a, e, mən yəni deməli bu gün daha çox nəsə istehsal etməliyəm və yaxud da onun daha çox fərqli növlərini eləməliyəm, onunla bağlı nələrsə satış eləməliyəm, deyəlim ki, nəsə daha yaxşı satış eləyim. Burada da yəni bizim predikt eləməyimiz modelin bu hissəsində buna görə lazımdır ki, biz burada müəyyən qədər hətta datanı bölüb 30%-ni göstərmişik yaxın modelə. Yuxarıda biz 30% yazmışdıq, 0,3 yazmışdıq nisbətə və predikt edirik ki, müəyyən qədər modelə bir şey verməyə çalışırıq ki, ona verdiyimiz məsələn X test yazıb da, X testdəki müştəri məlumatlarını müəyyən qədər bax, öyrən və ona uyğun olaraq kreditin müştərinin məsələn kreditinin ödəyib-ödəməyəcəyini təxmin elə. Yəni özümüz analiz eləmirik, müəyyən qədər machine learningdə datalarımızı veririk və o bizim üçün müəyyən qədər bir prediktlər eləyə bilər. Bu hissədən sonra bizdə gəlir evaluation hissəsi. Evaluation hissəsi nədir? Evaluation hissəsi bu artıq run olunma hissəsidir. Biz müəyyən qədər modelə tanıtmışıq. X traini, Y traini, X testi, Y testi və predikt eləmişik. Ondan sonra da kitabxanamızdan biz import eləyirik accuracy score-u. Accuracy score özü nə deməkdir? Bu bizdə müəyyən qədər bir performansı ölçmək üçün istifadə olunan dəqiqlik balıdır. Məsələn, accuracy özü dəqiqlik deməkdir. Məsələn, bu bizdə data quality-də də accuracy deyə bir dimension var, ölçmə meyarı var. Yəni bu xüsusi bir ölçmə meyarıdır. Bir kateqoriya kimi bir şeydir də ki, yəni biz dəqiq bilməliyik ki, məsələn, müştəri məlumatları həqiqətən dəmi öz gəldiyi hardan gəlirsə ki, ana bazasında da, yəni o elədi yoxsa yox. Düzdür, biz bunu ölçə bilmərik. Məsələn, mənim bankda olan məlumatlarım, normalda bəzi məlumatlarım kredit falan şeylərində hardan gəlir? Simadan, Asandan falan sorğuluyurlar da gəlir. Əslində sırf sənin əlində onların bazası olmadığı üçün onu bilə bilmirsən də. Məsələn, bunu biraz ölçmək çox çətin məsələdir. Amma bu analitik olaraq accuracy ölçmək müəyyən qədər bir daha doğru belə deyək, dəqiq bir nəyisə göstərmək üçün istifadə olunur. Və biz burada müəyyən qədər artıq treyn elədiyimiz cavabları yoxlayırıq. Və burada biz görürsüz, accuracy-də nəyi yoxlayırıq? Y testi və Y predi. Çünki biz predikt elədiyimizdə yoxlamalıyıq. Testimizi də yoxlamalıyıq. Sadəcə orada accuracy-ni hesablayanda onu faiz kimi hesablayırıq ki, görək bu mənim dəqiqlik balım neçə İndi faizdir bu və nəyin ona accuracy-sidir hesablanır? bu Yuxarıdakı o hə, data setin. hə. Orada Oradakı məsələn bir kolumu götürür, ona uyğun elə bir accuracy hesablayır da elə. yes, məsələn biz orada X-ə müəyyən bir datalar veririk, datasetin içinə kolumları götürürük. Y-də də daha çox məsələn orada kreditin ödəyib ödəmədiyini bildirir. Orada da Y-də 0-1 var da, adam yəni ödəyib ödəməyib. Orada da digər məlumatlar var. Onları sadəcə vizuallaşdırmadan machine learning-in X-train, Y-train-ini öyrədirik ki, sən get özün bu datasetin müəyyən hissələrini götür və deyirəm 30%-ni götür datanın, özündə predikt elə. Predikt eləyəndən də sonra bir müəyyən bir scoringi çıxart. Bunu Hə, yəni əslində 92%-i
elə bil ödəyib də. Hə. Əslində e, Məncə bizim analitiklər bu hissəni çox istifadə eləmirlər. Bunu daha çox kimlər istifadə eləyir bu hissəni? Data science-də işləyən insanlar olur. Onlar model quranda modelin müəyyən qədər analizini aparırlar. Onlar o hissədə istifadə eləyirlər. Məncə bizim Azərbaycandakı analitiklərin çoxu, yəni bu hissəni heç istifadə eləmirlər. Yəni mənə nədənsə elə gəlir. Və biz burada artıq bu accuracy-ni tapandan sonra ki, müəyyən qədər, ondan sonra nə edə bilərik? Bizdə belə deyim, bu hissədən sonra mən bunu run eləmişdim də, düzdür? E, Bu Confusion Matrix var. Bu nədir? Matrix yadınızdadır. Array keçəndə demişdik. Matrix bir şeydir. Array deməkdir ümumiyyətlə. Biz modelin, yəni burada nə etməyə çalışırıq? Ümumiyyətlə mən bunu run eləyəndə, burada hər birini əslində mən detallı yazmışam ki, sonra özünüz də oturub fayla baxanda, yəni nə vaxtsa baxanda başa düşə biləsiniz ki, yəni bu nədir və hansı mərhələlərdən keçir də. Buradakı Matrix özü bir arraydir ümumiyyətlə. Burada fikir verirsiniz, run eləyəndə də array kimi cavab çıxır və burada görürsüz Y testi yenə də Y preydi bu variable'a tanıtmışıq. Hansı ki biz bu kitabxanadan bu Confusion Matrix hissəsini import eləyirik də. Burada bizdə ümumiyyətlə ə, təxmin olaraq fikir versəz, həmin bu matriksə Y-prid və Y testi təyin edirik variable olaraq. Və müqayisədə görürük ki, bizə iki ölçülü bir cədvəl kimi array çıxardır. Və burada fikir versəz, bizdə 4 dənə bir nəticə olur. Bunların özünün hər birinin məsəl üçün bir mənası var ki, biri true negativdir, biri true pozitivdir, biri false pozitivdir, biri false negativdir. Və bunlar müəyyən qədər bizə bir sayı predikt edir ki, məsələn, bu ödəyəcək, bu ödəməyəcək, bu ödəmə ehtimalı daha azdır, bu ödəmə ehtimalı daha yüksəkdir. Yəni bu ona görə deyirəm ki, biraz bizim üçün, analitiklər üçün biraz qəlizniyə məsələdir. Çünki bu analitikanın bu hissəsi daha çox data science-lə, machine learning-lə işləyənlər üçün daha çox istifadə edirlər. Çünki onlar data science öyrənəndə birinci statistika öyrənirlər. Statistika öyrənən insanlar da reqressiyanı və sair onun necə işlədiyini statistik anlamda başa düşürlər deyə bunlar onlar üçün daha rahat olur. Biraz bizə məsələn qarışıq gələ bilər müəyyən qədər və biz ondan sonra da oradakı bir aldığımız nəticələrə uyğun olaraq accuracy-ni hesablaya bilərik. Orada da accuracy-ni hesablamasının özünün, yəni bir düsturu var ki, orada sənin aldığın ilklə sonuncusunu toplayırsan, bölürsən, hamısının cəmini, faizini tapırsan, sənə təxmini dəqiqliyini deyir və bu hər birinin də özünün məsələn mənası var ki, sürətdə bu olanın mənası nədir? Bu topladıqların nə deməkdir ki, əslində yəni sən bunu özün eləmirsən də. Buna hardan əslində gəlib çıxırıq? Bizim burada fikir verirsiniz, buradakı faizlə Ə, baxın, buradakı faiz eynidir. Niyə? Çünki biz burada accuracy dəqiqliyini hesablayırıq. Sadəcə burada izah edirik ki, bu elə bil necə əslində hesablanır da. Yəni o nəticəyə hardan gəlir bu accuracy ki, bu nəticəni verir. Orada burada detallı olaraq mən onu izah eləmişəm. Bundan sonra orada biz müəyyən qədər bu hesablamaları eləyəndən sonra onları müəyyən bir klassifikasiyalaşdıra da bilərik. Sadəcə yəni bu məlumatları heç vaxt çox da yadınızda saxlaya bilmərsiniz də. Yəni bu daha çox statistik məlumatlardır ki, oradakı accuracy-ni müəyyən qədər bir faizləri, hansı ki F1 skoru nə qədərdir, support olaraq nə qədərdir. Bu biraz belə deyək, müəyyən qədər bir statistik hesablamalardır. Onu ona görə bu yəni hissəni sadəcə oxusanız kifayətdir. Ondan sonra bizdə bu modeli öyrənəndən sonra bizdə bir dənə CRISP deyə metodologiyası deyə bir şey var. Biz kitabxananı run eləyəndən sonra bunu bir vizuallaşdırırıq.
və vizuallaşdırandan sonra bizə bir vizual olaraq görüntü də verir. Sadəcə indi bizdə vaxt bitir. Mən söndürüm 10 dəqiqə sonra